Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Sayın izleyenler, huzuruna arz ile edeple selam ve ihtiram olsun. Kardeşler, bacılar, Allah kabul etsin ameliyiz, orucuyuz, namazıyız. Bilirsiniz günde, her gün bizim programımız var. Bu şebekede, Şebeke Zahra'da isterik bizlerle olasınız, göresiniz hakikatları, örtülü hakikatları istiyoruz. Ben kardeşim Muhammed, bizimle olan konak kim olursa olsun, o şeylersiz bize görürsünüz ki ne şekilde açılır bu örtülü perde altında kalan hakikatları kitaplarla bilindirme size, mesadirlerle, mesnetle, rivayetleri, hakikasını bilindirmek için kalın bizimle gidelim kardeşimiz görük. Muhammed Salah diyelim, selamun aleyküm. Aleykümselam ve rahmetullahi ve berekatuhu. Neyeceğiz kardeşim? Allah razı olsun. Çok sağ olasın. İyi geceler. Kardeş Muhammed, bu Muaviye bu tarihi iki menbaını bilirdik, her menbaı hardandı. İstedi özü tarafına çeksin, tağyir etsin, özüne de uymayan tarihleri kapattı, özünü örttü ki bilindirmesin. Evet. Ne demeyi var bu sözlere? Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Önce selamım tüm bizi gören dostlara ve kardeşim Ustad Fazıl'a ve bizimle olan İskab yolundan Şeyh Murtaza'ya Allah oruç ve namaz ve amalınızı kabul etsin inşallah. Evet, bu gecede propaganda programının tarih veya propaganda programının yeni bir bölümünde inşallah bizi izleyenlerin hizmetinde olarak ki her ne kadar edebilir inşallah izah ederiz ve açıklarız ki bu dediğiniz kimin tarihte bazı işler ki tahrif olundu veya değişindi. Muaviye onu örtür ki öz tarafına aparır ki istila Muaviye'ni bugün de ki istila Muaviye'ni parlak bir şekilde millete göstersinler. Bu itmeyen bir şeydi Ustad Fazıl. Evet. İtmeyen bir şeydi. Tarihe de dönen ve eşiden de bilir ki evvelden ki Muaviye o zamandaki o kadar ki zulmederdi ki hükümet elinde oldu, başladı hükümetlik etmeye. Kudreti oldu mesela. Onda görürsen ki bazılar var nefsiler zayıf idi. Hatta sahabadan ise de. Olar ki sayılır da bazılar sahabadandı. Görürsen Muaviye'nin puluna ucuz kıymete dinini satırdı. Görürüz mesela bazı hadisler peygamberin yalanla, bazı hadisler peygamberin dilinden yalan yerde uydururdu. Ta Muaviye'ni görsersin. Kardeşim Ubeydullah İbn Harit. Kimin İmam Hasan ammisi oğluydu. Evet. İki oğlunu Muaviye Yemen'de öldürtmüştü. Boyuna gidi ceşi teslim etti. İmam Hasan'ın ceşini özünü yok. Evet, bazı düz. Var. Kimini parayla, bazılar var dediğimiz kimin dinini ucuz kıymete satar. Bazıları ruhuna korkurdu. Hatta Abu Hureyre'den böyle nakliyedirler. Diyor, eğer bundan korkmasaydım, elim buraya işaret edir. Yani ölümden kastı. Eğer bundan korkmasaydım bazı şeyleri adlarıyla ben yazardım, söylerdim. Bazını korkuyla mesela çekti tarafına. Bazını hak seleşen, hakikat seleşeni öldürdü Muaviye. Tarihe geçsek baksaydı tarih doğrudur ki Muaviye'nin ettiği cinayetlerden. Ben bir mesel vurum size, kabizi görenler de eşitsinler. Bir büyük ulemalar var idi, En-Nesai. Onu çoklar değişti bile. Bu kitap yazanlarda, bu tarih yazardı. Bunun bir kitabı var, El-Hasais fi Fadail Ali ibn Abi Talib aleyhisselam. Bir kitap, bir mesned yazıp kamil bu Ali aleyhisselamın hakkında olan fadaillerden. Bir soruştular özünden dediler, niye sen bu kadar yazıp sen Ali'nin fazailine niye Muaviye'den yazmışsın? Dedi, Muaviye'nin bir fazilası yok idi, ben ne yazım Muaviye'den? Yok idi. Biraz sonra dedi bəli fikirləşdim. Bəli, Muaviye'nin hakkında peygamber bir şey deyibdi. Ne deyib? Özlerinin sözlerine göre ki bilirsen deyirlər Muaviye katibil vahiydi. Yani vahiy peygamberine nerede Muaviye onu yazardı her ne gelmişti. Bu da yalan bir sözdü. Bazılar deyir yok bu özlerinin sözdüdür. Yok. Mesela peygamber mesaj yazardı. O bir hakimlere mesela mesaj yazardı. Muaviye o mesajı peygambere yazardı. Bir günlerin birinde peygamber efendimiz gönderdi birini, dedi git Muaviye'nin çağır gelsin. O yüzden işim var. Gitti geldi, dedi Muaviye yemek yeri. Bir yemeğimi bitirim gelim. Gözlerler
bir daha göndərdi. İkinci dəfə bir daha göndərdi Peyğəmbər Əfəndimiz. Dedi, sələyin yemək yeri. Peyğəmbər Əkrəm məhzərinə çağırır, özün deyir, yemək yeri. Üçüncü dəfə bir daha göndərdi özü. Gəl, dedi, yemək yeri. Onda Peyğəmbər Əkrəm Əfəndimiz dedi, la əşbə'allahu batna. Yəni, Allah heç Muaviyyənin qarnını tox etməz. Gerçəkdən deyir, yemək yer tox olmaz idi. Şəkir deyərdi, yoruldum. Yoruldum, daha yə bilmirəm. Yəni, yox duydum, yox tox oldum. Amma yoruldum. Ölənə kimdir yeməkdən tox olmadı. Hətta biriləri, mən gördüm, Misridə bir doktor var, Əzhər Camiəsinin öqdə gələn bir uləmalarındandır. Doktor Ali'dir adı, belə fikir edirəm. O deyir, Muaviyə qarnı çox yekə idi. Bəlkə deyir, 200 kilo çıxardı. İndi görürsən ki, bu dizidə Muaviyyəni nə şəkil görübsə, izləyənlər Muaviyyəni bir gözəl bir suratda çıxardıblar özün. O doktor Misridir, uləma Əzhərdandır, deyir, tarixdə var, Muaviyyəni qarnı çox yekədi, 200 kilodur, o qədər yemək yerdi. Dedi, bu var. Bu Nəsai gəldi, hara getdi? Diməşqə getdi. Bəli. Bilirsən, Diməşq orada Muaviyyaların aqillərini dəyəkişib, fikirlərini dəyəkişibdir. Dedilər, sən niyə Muaviyyədən yazmayıbsan bir fazilə? Dedi, Muaviyyənin heç bir faziləsi yox, mən yazım. Elədir, o qədər onu vurdular, o qədər ayaqdan bastılar, o qədər vurdular özün. Çox xəstələşdi. Ondan sonra dedi, mənə aparın. Bir gün döndü, gəldi Məkkəyə döndü, Məkkədə. Öldü orada, bəzilərdir şəhid sayılı bu, getdi orada öldü. Bax, indi də tarixə baxan, ustadım, indi görən bu avzaə dönən tarixi də oxuyan, sonra tarix aynı tarixdir. Tarix öz-özünü döndərir. Bir gündə gördüyümüz işlər tarixdən, tarixdə də o işləri görürük. Bax, o zamanda... Onların torunudur. Torunlardır. O zamanda ki, bunu vurdular, öldürdülər. Ali Aleyhisselamın fazalini yazı, Muaviyyə bir şey yazmadı. İndi də görürsən ki, hər kim nifrətli edir, Muaviyyə onu öldürürlər. Neydən öldürürlər? İslam adıyla öldürürlər. Bu da bir sünnət-i Muaviyyə, bir kötü sünnət-i Muaviyyə əkdi bu İslamın içində özün, bu ümmətin içində özün yazıqlar ola. Görürsən ki, Allahu Ekber deyir, Müslümanın başını kesir. Bəli, qardaş, bəli. Budur, tarixə dönən, bunlar hapsı tarixdə var. Biz özümüzdən demirik, bunlar da hamı öz o tərəfin sənədində var bunlar. Gidəğin şıxımıza. İnşallah. Selamun aleyküm şeyxini. Aleykümselam ve rahmetullah. Allah kabul etsin ameli zoriciyiz, namazıyız. İyisən inşallah. Allah razı olsun ne şükür. Siz ne dersiniz? Yaxşısınız. Sağ olasın. Allah razı olsun şeyxim. Şeyxine iki mənbə vardı o zamanda, bir rivayet malı, hakikat malı əsas kurulmuştu. Birisi hakikatiydi. Peyğəmbəri rivayetlerinden, zamanından ashabları rivayetler o zamanda yazmıştılar. Ama o bir rivayetler, şirk rivayeti, Ebu Süfyan Mekke'deydi. Özleri o zamanın müşrikleri yazmışlar rivayetleri. Bu iki rivayeti ne şekil tuttu, Muaviye özün bu hükmünde yer etti. Belki açılarsa cemaat bizi izleyenler ailasında ne var ne yok tarihte. Bilsinler. Ya Allah, Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammedin ve ala alihi tayyibine tahirin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Dəhmətli izləyiciləri sizi salamlayıram. Allah-u Teala bu gözəl ayda əməllərini qəbul eləsin. İki şeyə nəzər salsaq ki, Həzrəti Muhammed Peyğəmbərin vəfatından və şəhadətindən sonra baş vermişdi. Onlardan ikisinə qardaşımız işarə elədi. Onlardan biri Katibül Vəhy, Muaviyyənin vəhy katibi olması. Mən araşdırdım onu, bu günlərdə çox araşdırdım. Bir dənə tutarlı dəlil yoxdur ki, yəni sənədli dəlil yoxdur ki, Muaviyyə vəhyi yazıb. Yəni bir nəfər onu qeyd edir, onun özün qəbul eləmirlər. Əhl-i sünnətin özü həmən o şəxsi qəbul eləmir. Qalan bütün nisbətən ki, səhih sənədli kitabları vardı. Onların heç birində səhih sənədlə bir dənə dəlil yoxdur ki, doğrudan da Muaviyyə Allahdan, Allah-u Teala'nın tərəfindən gələn vəhyi Peyğəmbərimiz üçün yazıbdır. Və o ki, qardaşımız işarət elədi yemək məsələsinə, ona da rast gəlin təsadüf olsa da belə,
gündə 6-7 dəfə yerdi və çox vaxtı da yazırlar ki, ət yeyərdi. Bununla belə, təbii ki, o filmdəki o cür çəkiblər, ondan qat-qat artıq kök olub və hətta qarnı çox qabağa çıxıb. Bunu isə orada tam qeyd edəməyiblər. Mümkündür o cürlə bir şəxs tapa bilməyiblər. Hər hal, yəni o cürlə də görsənən kimi deyilmiş və bir çox şeylər ki vardı, inşallah onları da nəzər edəcəyik. Ümumən, Hz. Əli əleyhissalamla Muaviyyənin haqqında danışanda deyirlər ki, hansı daha da əfzəldir? Belə bir qayda vardı, əqli qaydadır, həm də ki, şəri qayda kimi istifadə olunur. İki dənə şeyi ki, əgər müqayisə eləmək istəyirsən, onların uyğunluğu olandan sonra onları müqayisə edərsən. Hz. Əli əleyhissalamla Muaviyyənin arasında əslən əlaqə yoxdur, uyğunluq yoxdur ki, ta durub bunları bir-birinə müqayisə edəsən ki, bunların hansı əfsəldir. Bəli, Peyğəmbərlə İmam Əlini müqayisə edə bilərsən, deyəli Peyğəmbər əşrəfül məxluqatdır. Məsələn, İmam Həsən ağa ilə İmam Əlini müqayisə edəndə deyəli, bəli, İmam Əli əleyhissalam İmam Həsəndən əfsəldir, İmam Həsən əleyhissalamın fəziləti var. Amma Əli əleyhissalam əmirul müminindir, möminlərin ağasıdır, əmiridir və üstündür. Amma durub Muaviyyə və digər bəziləri ilə müqayisə eləyəsən, əslən müqayisə olunmaz. Və bu ki, bu qədər fəsad törətdi tarixdə, tarixin deyilər qara səhifələrinə adı düşdü və ya tarixi umumən qaraqdı, nə qədər həqiqətlərin üstün örtdü. Bunu deyəndə bəzi nə deyir? Həm İmam Əlinin barəsində deyir, xəta desə də belə, onu da qeyd edəcəm, həm də Muaviyyənin barəsində. Deyirlər ki, ictihad elədilər və xəta elədilər. Güya Siffeynə ki, İmam Əli əleyhissalam getmişdi, o tərəfdən Muaviyyə gəlmişdi. Bunlar hər ikisi ictihad elədi, yəni fikirləşib bir qərara gəldilər, xəta iş gördülər. O tərəfdən də müsəlmanlar onların əqidəsinə əsasən İmam Əlinin tərəfindən müsəlmanlar qətlə yetirildi. Hər ikisinin xətası vardı və ictihad elədiklərinə görə, çalışıb, zəhmət çəkib bu fikri ələ gətirdiklərinə görə Allah-u Teala heç birinə cəza verməyəcək. Bu onların iddiasıdır. Amma bizim iddiamız nədir? Və əqli bir iddiadır. Olar ki, zahiri görünüş olsa, bizə həqiqi və əqli iddiadır. Necəsi Qədirxum hadisəsi ki, 120 min nəfərin şahidliyi ilə bizə gəlib çatıb, neçə yüzlərlə yazıblar və zaman-zaman çatdırırlar, buna deyirlər mütəvatir. Yəni, bir dənə yalanda o qədər insanın cəm olması mahaldır, ağla sığmazdır. Yəni, Qədirxum hadisəsi 100% baş verir. Amma Hz. Mövla Əmir əl-Mömin əleyhissalamın xəta eləməməsi, əslən xətadan mübərrə olması, uzaq olması, əslən xətaya yaxın olmaması və xətanın da bundan uzaq olması əsas dəlili nədir? Əsas dəlili budur ki, Peyğəmbərimiz Allah-u Teala'nın əmri ilə Əli əleyhissalamı imamətə və xilafətə nəsb elədi. Odur ki, Hz. Əli əleyhissalamdan heç vaxt xəta baş verməz. Onlar Muaviyyənin problemlərinin üstün, müşkillərin üstün elədiyi fitnə, fəsadun, fasiqliyin üstün örtmək üçün deyirlər həm Əli əleyhissalam, həm Muaviyyə ictihad elədilər və qərara gəldilər, amma səhv elədilər. Xeyr, biz deyirik ki, Mövla Əmir əl-Mömin əleyhissalam nə ictihad eləmədi, nə xəta eləmədi. Əli əleyhissalamın zatında bu elm var idi, Peyğəmbərdən gəlmişdi Allahın əmri ilə, Allah-u Teala'nın istəyi ilə. O bursu isə qəsb eləmişdi, bəli, xətaları çox idi. Bu da onlardan biri idi. Bəli, Həzrəti Mövla Əmir əl-Mömin əleyhissalamın fəzilətin gizlətmək üçün müxtəlif yolları əl atırdı ki, keçən gecə də cələsədə qardaşımız da dedi, siz də buyurdunuz və onlardan biri də bu idi ki, gündüz Mövla Əmir əl-Mömin əleyhissalamın əskərlərinin paltarında öz əskərlərin, məsəl üçün deyək 10 nəfəri əmr eləyər ki, geyinin və keçi balası və ya da ki, qoyun balası götürün, aparın fəqirlərin və yetimlərin evinə ki, onların da balacadır deyə xoşları gələcək. Deyin ki, bunu Əli göndərdi, Salamullah Əli göndərdi. İndi o Əli deyirdi, mən Salamullah Əli deyirdim, çünki bizim ağamızdır. Bunlar da aparır Muaviyyənin dediklərini eləyirdilər və Əli Əmir əl-Möminisi üçün göndəribdi, aparın verin fəqirlərə, aparın verin yetimlərə, biz də gətirmişik, onlar da sevinirdilər. Gecə gedib təzədən əmr edir ki, gedin verdiyiniz adamlardan alın. Desələr, bəs bunu gündüz vermişdi. Deyin ki, Əli gündüz verdi, özün cəmaata göstərmək üçün deyir ki, gecə ilə alın gətirin, heç kəs görməsin. Hətta bu cür yollara əl atırdı ki, ta Mövla Əmir əl-Mömin əleyhissalamın fəzilətinin və mənaqibinin üstün örtsün.
Və Həzrəti Həmzə Seyyid-ü Şühəda ki, hamısı bilir bunu, Ühud müharibəsində ki, şəhid oldu, həmən o ki, anası, Muaviyyənin anası Hind əmr elədi, həmən o qara qulama Həmzənin ciyərini çıxartdırdı və ciyəri çiğ-çiğ yedi. Yəni, bu cür bir adamdan dünyaya gələn ki, Muaviyyədir, onun heç vaxt əfsəl və ya fəzilət sahibi olması ağla sığmır. Tüm Quran-ı Kərimdə Allah buyurur ki, paçdan paç, qeyri-paç, napaçdan napaç dünyaya gələndən ki, onun haqqında durub fəzail axtarasan və yaxud da ki, deyəsən ki, bəli, Əli əleyhissalamla Əuzübillah, Əstəğfurullah bərabərdir, ictihad elədi və fikrində xəta elədi. Siffin müharibəsində Əli əleyhissalamın qardaşlarından biri Əqil ki, Müslimin atası gedir Muaviyyənin yanına. Muaviyyə yanına çatandan sonra soruşur ki, necə gördün bu halı? Əlinin tərəfində, mənim tərəfimdə. Deyir, and olsun Allaha. Ki, onlar bəni hakimdirlər, hər yerdə sözlərini deyirlər, heç səsində qorxmurlar. Deyir, and olsun Allaha, Əli, qardaşım Əlinin tərəfində olanları görmək mənə Peyğəmbəri xatırlatdı. Onların yeməkləri, onların davranışları, əxlaqları və bəzilərinin gündüz oruç tutmaları və gecə ibadət eləmələri mənə Peyğəmbəri xatırlatdı. Amma sənin qoşununa gəldikdə isə sənin qoşunun mənə Peyğəmbərə ki, tələ qurmuşdular ki, dəvəsin hürküsünlər, o həmən təpə yerdən, diş yerdən düşsün, Peyğəmbər dünyadan getsin, yəni Peyğəmbəri öldürmək sui-qəsdi eləmişdilər. Sənin qoşunu görəndə mənə onu xatırlatdı. Və Əqilin də deməsində məqsəd buydu ki, yəni o vaxt ki, Peyğəmbərə tələ qurdular, Peyğəmbəri öldürsünlər, sui-qəsd eləsinlər, sən də indi onların yerindəsən ki, Peyğəmbərin qardaşı və əmsi oğlu Əliyə tələ qurursan və ya ki, onu öldürmək üçün gəlmirsən, bu neçə kilometr yoldan gəlmirsən, qoşun gətirmirsən və Əli əleyhissalama qarşı cihad elan eləmirsən. Və onlardan biri də budur ki, Muaviyyə bir məşhur söz var ki, İnnə lillahi cunudən fi əsəlin. Allahın baldan qoşunu vardı. Təsəvvür edin, bala zəhər qaxdırardı və göndərdirərdi bəzilərinin evlərinə. Müəyyən müddətdə təsir qoyardı, həmən adam dünyasını dəyişərdi, ölərdi. Bir neçə nəfəri götürüb, gedərdi onun qapısına başsağlığı verməyə, təziyyədarlıq eləməyə və cəmaat da elə bilər ki, bəli, bu xəlifədir, özünü çox sadə aparır, hətta adi insanların qapısına gəlir, başsağlığı verməyə. Bu cür yollarla özün cəmaatın içində nüfuzunu artırırdı, müxtəlif yollarla ki, el arasında bir söz vardı ki, şeytanın ağlına gəlməyən xəbasət, məsələn, onun ağlına gəlirdi. Muhammed ibn Əbu Bəkirin bir gözəl məktubu vardı, gözəl sözü vardı məktubunda. Muaviyyə məktub yazır. Yazır ki, Əlini, ki İmam Əliyə ata deyirdi də, mənəvi cəhətdən ki, İmam Əliyə ata deyərdi Əbu Bəkirin oğlu Muhammed. Yazır ki, Əlini mən üçün vəsf elə, ey Əbu Süfyanın oğlu Muaviyyə. Ki, uzundur, qısa bir yeri vardı, onu istəyirəm qeyd edəyəm ki, vaxtımız az olduğundan. Muaviyyə yazır, Hunna və əbukə fina. Vaxt var idi, mən atomla bir yerdə idi. Yəni, hökmandar bir məmləkətdə, bir şəhərdə olsun. Yəni, fikirlərimiz bir idi. Nə'rifu Aliyin və fəzlu bəynəl muslimin. Əlinin fəziləti müsəlmanlar arasında bilinirdi ki, hamımız ki, bir tərəfdəydik. Peyğəmbər zamanında Əlinin fəziləti bilinirdi. Peyğəmbər dəfələrlə, müxtəlif hədislərlə, müxtəlif yerlərdə, müxtəlif kəlamlarla Əli əleyhissalamın fəzilətindən danışıb. Muaviyyə bunu iqrar edir kim üçün? Muhammed ibn Əbu Bəkir üçün məktubunda. Və bunu da qeyd edim ki, bəzi həqiqətlər vardır ki, Allah Mütəal düşmənin dilindən həmən o həqiqətləri möminlərə və yaxud da ki, tarixə yazdırır. Sonra dalısıca yazır ki, Muaviyyə fələmmə əxtarəllah linəbiyyəhu ma'ində. Elə ki, məsələn, Peyğəmbərimiz müəyyən vaxt gəldi, Höccətül Vidada, Əli əleyhissalam ki, özü Allah tərəfindən özünün yerinə seçdi, xəlifə və imam təyin elədi. O vaxta qədər hər şey qaydasında idi. Ondan sonra nə oldu? Kânə əbukə vəl Faruq əvvəlu mən ibtəzzə haqqəhu. Sənin atonla Faruq da ki,
Ömərə deyirlər, Ömər ibn Xəttaba. Sənin atonla, yəni Əbu Bəkirlə Ömər ibn Xəttab birinci Əlinin haqqın alanlardan oldular. Sənin atonla Ömər ibn Xəttab Əlinin haqqın ilk alanlardan oldular. Necə ki, qardaşımız qeyd elədi bir gözəl sözdür. Əbu Hüreyrə təsəvvür edin, Peyğəmbəri fəqət 3 il dərk edir. Peyğəmbər zamanı 3 il yaşayırdı. O da həmişə gedib gəlməzdi. Və Peyğəmbərin ki, ondan bəzi şeylərə görə xoşu gəlməzdi və əxlaqından deyil ki, deyə gəlmə. Ya ki, Peyğəmbərimizin bir cür əxlaqı var idi ki, əslən belə ki, Peyğəmbərdən uzaqdır. Peyğəmbərimiz bu cür deyər ki, arada gəl, arada gəl. Gec gəl, tam məhəbbətin qalsın. Bəli, şeyxnə, bu elədiği söz Buxaridə yazılıdır. Buxari kitabındaydı bu dediği söz. Muhammed ibn Əbi Bəkirin yazdığı məsəc. Bəli, qeyd edəcəm inşallah. Bu buradakı deyir, təsəvvür edin, bu cür şeylə, yəni 3 il müddətində de Peyğəmbəri dərk eləyir. Günlərin biri yazırlar, tarixdə var, rical kitabları da yazır. Ömər ibn Xəttab bu Hüreyrəni tutur sinəsindən yıxır yerə və yazır, ayağın qoyur qarnına, deyir, Allahın lənəti olsun sənə. Nə qədər yalandan, Ömər ibn Xəttab, indi bu burslara baxdım, hamısı yalandır onsuz. Peyğəmbərin zamanında 3 il yaşamısan, nə qədər yalandan hədislər yazıbsan, neçə min hədis yazıb, Peyğəmbərlə 20 il, 25 il yaşayan bu qədər hədis yazmayıb, Əbu Hüreyrə isə o qədər hədis yazırdı. Bir dənə də tarixi hadisəni qeyd edeyim. Təsəvvür edin, günlərin biri, keçən cələsədə də qeyd olundu, Muaviyyə Şamdan gəlir Mədiniyə və çıxır mənbərə xutbə edir. Peyğəmbərimizin də məşhur sözüdür ki, nə zaman görürsünüz, Muaviyyəni öldürün. Öldürmədilər, ikimiz yoxdur, gedib oturdular onun cələsəsində. Təsəvvür edin, Muaviyyə başladı xutbə eləməyə və xutbədə Moğda Əmirəl-Müminin Əli ibn Əbi Talib əleyhissalama səbb elədi. Yəni, lənətlədi. O ki, adəti bu idi ki, lənətləsinlər. Eyni kəlməni Mədinədə də dedi. Və Peyğəmbərimizin gözəl bir hədisi vardı. Həmən hədisi Həzrəti Moğda Əmirəl-Müminin Əli ibn Əbi Talib əleyhissalam Muaviyyə xatırlatdı. Bunu desəm, insan bunu fikirlərdə bütün o humuz deyərlər, bütün o şübhələr, qaranlıqlar zehindən, əqildən gedəcək. Bu bir dənə kifayət eləyər, bütün namuslu danışıqlarımızda bir tərəfə qoysaq belə. Həzrəti Moğda Əmirəl-Müminin əleyhissalam Muaviyyə dedi, Yəbnə aqilətil əkbar, həl təsib bəni, ey ciyəryənin oğlu, birbaşa bu cür sözdən. Çünki bəzi hallarda, məsələn, İmam Hüseyin ağa da bəzi sözlər deyib və başqa məsumlardan da vardı ki, bəzi qəribə sözlərdən istifadə ediblər. Bu o deməkdir ki, yəni həddən artıq o ki, həddin aşır, cızın çıxanda imam bəzi sözlər deyir ki, ta qayıtsın özünə ki, sən kimsən və kimə qarşı cürət edirsən. Həzrət buyurdu ki, ey ciyəryənin oğlu, məni söyürsən, eşitməmişsən ki, o qədər ki, söz danışırsan, Peyğəmbər buzurdu, Peyğəmbər buzurdu, Peyğəmbərdən eşitməmişsən ki, və Peyğəmbərin kəlamını eşitməmişsən ki, mən səbbə əliyyən fəqət səbbəni, hər kəs əlini söysə, lənətləsə, məni söyürdü, mənə lənətləyib, hər kəs məni söysə, Allahı söyüb, hər kəs Allahı söysə, Allah onu öz cəhənnəmində əzablandırar, öz cəhənnəminə daxil eləyər. Bunu eşidən müsəlmanlar gərək həmən vaxtı eşidiblər, axı İmam Əli əleyhissalam xatırladır bunlara. Bunlar gərək həmən vaxtı durub Muaviyyəni yeməzdən ən azı qovarlar ya da ki, Peyğəmbərimizin əmrinə qulaq asıb qətl eləyərdilər və bu qədər də fərqat qabağa gəlməzdi. Amma əksi oldu, oturdular mənbərində heç bir şey eləmədilər və bu qədər fərqat, bu qədər xoşa gəlməzlik irəli gəldi. Bəli, şeyx, nə qədər fitnədir saldı bu müsəlmanların arasında özü bu fitnələri qurmayaydı, bir günə yerişməzdi. İndiyə kimidir ki, bu fitnəsi yeriyi? Bəli, vaxt var, 2 dənə cümlə. Bəli, buyur. Təsəvvür edin, yəni keçən cələsədə də qardaşımız buyurdu ki, Əhl-i Sünnətin böyük alimlərindən və bəzi kitabları var ki, Quranla təqribən bərabər tutub, öpüb göz üstə qoyurlar. Onların içində belə Muaviyyənə xoşa gəlməz sözlər deyənlər var, lənətləyənlər vardır.
Amma elə bir şəxs olmaz ki, o tərəfdən, ki, xilaf tərəfdən əhlüsünnənin bütün mənbələrinə baxsaz, elə bir şəxs olmaz ki, Həzrəti Mövla Əmir Əl-Mömin Əleyhisselamın pis olduğunu, savadsız olduğunu, elimsiz olduğunu, şücaəti olmadığını, ədalətsizliyin desin, fəqət bir nəfəri qeyd edirlər, o bir nəfər də müsəlman deyil, ona deyərlər xəvaricdir, yəni dindən çıxmışdır. Adını qeyd edeyim, İmran İbn-i Həttan xəvaricdəndir. Təsəvvür edin, Mövla Əmir Əl-Mömin Əli ibn Əbi Talib Əleyhisselam ki, bu ayda ki, Ramazan ayının 18-ci gecəsi, 9-cu gecəsi məsciddə zərbətlənir, həmən hadisəni götürüb əksinə deyir. Deyir ki, Allah, həmən o İmran İbn Həttab, Allah lənət eləsin, Heytan, deyir, Allah razı olsun İbn-i Mülzəmdən əlini öldürməklə Allaha yaxınlaşdı. Yəni, görün, xəvaricdə dindən çıxmış sistemində ki, Əleyhisselama qarşı çıxanlar oldular, həmən onlardandır. İnadı var idi, buğzu var idi, ədavəti var idi Əhl-i Beyt Əleyhisselama. Deyir ki, Allah razı olsun İbn-i Mülzəmdən ki, əlini öldürməklə Allaha yaxınlaşdı. Heç kəs cürət eləyə bilmədi, bu cürət elədi. Görün, indi Muaviyyə nələr törədilir tarixdə. İnsan bu qədər dediklərimin, demək olar ki, hamısı Əhl-i Sünnət kitablarının möhtəbərlərində qeyd olundu. Hər kəs istəsə ki, misal bir dənə yazsacaq, Kanə, Əbukə, Vəl-Farıq, həmən cümlə tamam gələcək və araşdıracaq, tərcümə edib, baxıb görəcək ki, bəli, hamısı tarixdə qeyd olunub. Bir dənə də bir şey qeyd edeyim qısa şəkildə. Danışırsan, misal üçün, Muaviyyənin İmam Əli Əleyhisselama lənət edildirməsi məhşurdur, mütəvatirdir, əslən inkar eləməyə yeri yoxdur. Bununla belə qadir deyirlər ki, yox, o düz deyil, elə bir iş görməyib, Muaviyyə Əmirül-Möminindir, xəlifədir, belədir. Yəni, bütün kitablarında yazılmasına baxmayaraq bunu inkar edirlər. Və necə olur ki, bütün həqiqətlər ki, vardır, bütün, belə deyək, böyük alimlər hamısını yazıb, biz deyəndə filan şeylər var, hamısını inkar edirsiniz, amma özün xoşuz gəldiyin, gəlib təsdiq edirsiniz, bu da heç vaxt ağından düz gəlmir. Və elə bir şəxs də yoxdur ki, necə ki, Malikiyyətlər buyurur, Allah rəhmət eləsin, deyir, hər kəs əlinin əgər bir səhvini görsə, mən mülkümü ona verirəm. Heç kəs tapa bilməz Mövla Əmir Əl-Mömin Əleyhisselamda bir dənə səhv. Çünki bunu Allah mütəal seçib. O bursu isə heç özləri seçdilər, səltənət elədilər, malla, pulla, hiyyə ilə və cəmaatı qorxudmaqla özlərini çəkdilər qabağa. Allah mütəal bizləri və sizləri Mövla Əmir Əl-Mömin Əleyhisselamdan dünya və axirət ayrı salmasın, Allah müvəffəq eləsin. Sağ olasın Şeyh'ine. Gidek kardeşimiz Muhammed'e. Muhammed kardeş, o fitne, o zamanda kurduğu fitne, evet, olur kıyamata kimdik yerir bu? Evet. Yani indi gözümüzle görüyor, özünün o kurduğu eseste, o tarihte, o əqri tarihi ki, yeriyle özleri bu tarihi koydular, özlerine düstur esas olsun. Evet. Böyle buyur. Evet, biz bundan önceki bu program bölümlərində dedik bunu. Mən eşitirəm ki, Əhl-i Sünnənin şeyxlərindən ki, bu sözü deyirlər Muaviyyə olmayaydı, Muaviyyə bir fitnə saldı. Bu indi bu zamana kimin musulmanların başlarına hər nə qədər iş, kötü işlər gəlir, kimdir səbəbi? Muaviyyədir. Muaviyyə qoydu ki, musulmanlar bugünə yetişsinlər. Mən onların dilindən eşitmişəm mən bunu. Əhl-i Sünnətin öz şeyxləri bunu deyir. İşte bu fitne ile o zamandan kurdu özünü, kalktılar bunu, özlerine bir düstur kurdular, esas kurdular, o düsturda yeriler. Diyemiyle iki baha batıl insanıydı, tarihi batıl özü, hani o mənbələri, aslı hardandı bunun? Kimin oğlu da? Nenesi kimdi? Babası kimdi? Ustadım, o kadar yalan dediler, o kadar yalan söylədi. Yalan söylə, bəzinin yanında o yalan həqiqət oldu yanlarında. O yalanı həqiqət görürlər indi. Baxıram, görürsən də bu gündə də görürsən. Çok teşekkür ederim, sağ olasın. Allah razı olsun, sağ olun. Kardeşler, bacılar, biz izleyenler, sizlerin tarafından çok teşekkür ederim kardeşim Muhammed Salah'tan. Sağ olasın, Allah razı olsun. Ve kardeşim Şeyh Murtada'dan da çok teşekkür ederiz. Vaktinizden aldık. Allah'tan isterik etmemi yazsın. Bizi de izleyenler, kardeşler, bacılar, özlerinin de tarafına sizlerden teşekkür ederiz. Vaktinizden aldık. Allah kabul etsin. İnşallah istifade aldıyız. Bu huzurluğuzda, bu kardeşlerimizin çalışmağında, danışmağında. İnşallah gelen günlerde de hemen fazla inşallah istifade alırsınız. Programın sonunda diyelim, hoşça kalın. Allah'a emanet olun.